Bildiyiniz üzrə uzun müddətdir ki, tanınmış tiktokerlər Baboş və Timo Hüseynzadə arasında gərginlik vardı və bu gərginlikdən sonra küs qalan ikiliyi dəstəkçilərdən birisi öz canlı yayımında bir araya gətirdi. Aradakı soyuqluğu aradan qaldırmağa çalışan dəstəkçi, izləyicilər də öz canlı yayına qoşaraq onlardan dəstək almağa başladı. Bunun üzərinə izləyicilərin birisi Baboşa üstü qapalı şəkildə təhqirvari zarafat etdikdə bu Timonun xoşuna gəlmədi və izləyici ilə sərt diyaloqa keçdi. Buyurun, həmin o diyaloqları və danışığı canlı yayımı sizlərə təqdim edirəm. Birimizdən cüzi şəkildə küsmüşük. Küsməyim, mehriban olun, baboş da. Mənasız yerə, səbəbsiz yerə, nə bilim, nəysə. Dili aşıdan zəhər dildir, nə qarasan, dili zəhərdir. Bunu evləndirmək istəyirik, nə qaraq, sənin fikir nədir, Timo? Mən ac olan onunla pis oluram, amma nəysə də. Yox, deyirəm, onu evləndirmək fikrimiz var, nə qaraq? Elçi gedək. Görsə, evlənmək asan söhbətdir, görsən, çox sağ olun. Baba, inşallah baboş qoyun kəsəcək, inşallah Allah qəbul etsin. Saat neçədə kəsəcək? Neçədə kəsərsən baboş? Ən aşağısı mən 1-2-də yuxudan dururam. 2-də tez oradan, niyə 2-də durursan, tez oradan, ha? 9-da kəsər də, 9-da kimi. Yerik 9-da. Gecdir, yatıram ona görə. Tez dur da, biraz tez dur da, olmaz, bu dünə qoyasan. Qapıda ustalar işləyənə tezdən dursan, tezdən dur da, birdən get qoyun al gətir ya. Yenə də gedib çaylarını verib, gedib yatıram. Demirəm, heç çay ver, deyirəm, qurbanı qoyun tezdən al get. Yaxşı, çalışıram, durquzarsan onda duraram. Nə durquzarsan, mən adam durquzarsan da burada. Nə olar ki, durquzarsan da? Da, bedini. Ha? Durquz da. Ay baboş, o qədər xoruz var, biri durquzmur səni. Yox. Kim idi o söz deyən? O söz deyən kim idi? Mən. Həyətdə xoruzlar vardı, o qədər banlayırlar, durar da. Ayıb olsun sən, ay qadın. Niyə? 80 yaşın var, o nə söz danışırsan? O nə? Siz yazırsınız, mən neyniyim? Baboş özü bildi mən nə deyirəm. Yazmağa ehtiyac yoxdur, nə dedinsə odur, başa düşürsən. Valla baboş özü başa düşdü mən nə deyirəm. O sözə ehtiyac yoxdur, nə dedinsə odur, ağızdan nə çıxsa o. Baboşun izləyiciləri tərbiyəlidir. Hə, bildim, sən kimi tərbiyəli, hə, bildim, nə gözəl tərbiyəniz var, xanım. Bəli. Bomba kimi, xoşladım. Barışdırmışıq. Baboş ürəyidir. Bəli, babuş ürək. Babuş, oyun oynayanda məni də alsana canlı yayıma. Buyur. O kimi deyən? Babacığım, normal. Normal. Mən sənə takip atmışam, sən məni kabul etmişsin. Xanım, sən onda xoruzlarına denən biri durquzsun da, baboşu, yaxşı. Baboşun xoruzları. Biz bina evində qalırıq. Hə, onda həyətdə yetişən xoruzlarına deyərsən, biri durquzar. Ay Allah, Tima, səni sevirdim, bundan sonra xoşum gəlmədi bu Mənim gözüm çılıb sən ötərin. Hə, yaxşı. Onda həyətdə yetişən xoruzlarına, klubda yetişən xoruzlarına birinə deyərsən, baboşu durquzar yuxudan. Tima, sən Binəqədidə qalırsan, Tima? Mən Azərbaycan hər nöqtəsində qalıram. Ürəyim harda istəyir, orada qalıram. Bir gün satıram, sən başqa yerə. Sən bizə yaxınsan, Binəqədi Biləcəri. Lap yaxşı. Allah, bomba kimi. Sən niyə böyle agresifsin, Tima? Mən həmişə beləyəm, həm indi nətərəm, həmişə eləyəm. Təmasa girdi. O təmasa girən Zeynəb kimdə onu çıxart da, sən zəhmət olmasa məndən eşit. Müğənni deyil, müğənnimizdir. Tanımıram. Baboşun izləyicisi, baboşu görmüşəm canlısını onu. Baxım. Tanırsan baboşunu? Mən xahiş elə mənlə heç kimin arasında heç kim qoşmadı. O mən tək qalım da aşağıda. Ha, yaxşı, yaxşı, tanış. Hə. Baboş. Bəli. Ha, nə oldu səsin kəsildi? Elə bizim... Bilmiyorum, danışırsız qulaq asıram. Nə əcəb? Söz kəsmirəm də, danışırsız qulaq asıram. Bayaqdan mən danışırdım, indi onlar danışırlar. Mən qulaq asıram. Tima, sən nə zaman evlənirsən inşallah? Buyur. Mənim sevgilim, həyat yoldaşım, aşkım, bir tanem, həyatım, gələcək həyat yoldaşım mənim yanımdadır. Yəni mənim ehtiyacım yoxdur, yəni kimlənsə səhərsi gün nəyəsə müzakirə eləməyə. Yəni canlıda hep səni tək görürəm. Hə, sən dilini unutma da canım. Bizlə düşmən olan insanların dilinə danışma. Türklər sizin düşmanınız mı? Nəysə canım, danışdım da dedim. Vəssalam. Navarro Türklər Azərilərin qardaş ölkədirlər. Saxla, ay xanım. Kiri, vəbşib, Kiri, bunu çıxart buradan. Bunu çıxart. Yəni, ay xanım. Bunu çıxart, bunu seri çıxart. Bedini çıxart bunu buradan. Ay, dön, hara çıxardım? Elə bir bazarda çıxardım buradan. Çıxart bunu buradan. Niyə hoşunuza gəlmədi? Azərbaycan danışdı, nə baxıyordun?
Yo, Tima niye Türkler sevmiş? Türklerle oyun Qulaq as, oynuyor. ay xanım. Ay xanım, qulaq as. Sən öz dilini danışmırsan. Bizim ana Anladım dilimiz ben. var. Türklerle oyun oynayanda Mesela Türkleri Azərbaycanın bir sevirsiniz. dənə qardaşı var, Azərbaycanın bir dənə sevən var, o da Azərbaycan vətəndaşı və Yok salam. Tima kulak as. Türklerle oyun oynuyor. Ay xanım, Türk bizim dostumuzdur. Azərbaycanın bir dənə qardaşı var, bir dənə Azərbaycanı sevən var, bir dənə Azərbaycanın öz vətəndaşı, o da Azərbaycanlıdır və salam. Azərbaycandan çox sevən heç bir ikinci şəxs ola bilməz. Anladım. İndi sen kulak astın, ben dinledim. Diyelim ki siz Türklerle oyun oynayanda Türkler size hediye atanda ne oldu? Türkleri sevirdiniz. Mən, Ne ay oldu? xanım, mən Azərbaycandan başqa Azərbaycan bayrağını heç bir bayraqla yan-yana görmək istəyirəm. Çünki mən Azərbaycan bayrağı heç bir bayraqdan üstün ola bilməz. Mən Azərbaycanı sevirəm. Azərbaycan bayrağı da mənim üçün bütün bayraqlardan üstündür. Qurban olum Azərbaycan bayrağıma, qurban olum Azərbaycanıma. Ben de Türkler seviyorum hem de Azerler Türkləri seviyorum. sevirsən, Türk vətəndaşı olmaq istəyirsən, Ay xanım. Türksən, Türklüyü qəbul eləmsən, get ol da. Ay xanım, qulaq asma. Use. Bəli, buyurun. Adınız nədir? Adım Güler'di. Rap yaxşı. Azərbaycanda doğulmusan da. Bəli. Mən 20 ildir yaşayıram Rusiya kimi yerdə. Mən Ay, Rusiyayım. sağ ol. Məsələn, mən niyə danışmıram? Danış da Ben niyə danışmıram? Çünki o yüzden danışmıram. Mənim Bu dilim... bizim milleti de Türk iki millet Ha, iki bizim devlet. millet. Azərbaycan tək millətdir. Azərbaycan yedilli millətdir. Azərbaycan yedilli ölkədir. Azərbaycan tək xalqdır, tək millətdir. Azərbaycanın heç bir dostu yoxdur. Vəssalam. Var. Azərbaycan bir dənədir. Hayır siz yanlış danıştınız. Sen elə başa düşürsən. Türkler muharebe olanda Türklerin bütün Ay əsgərlər qız, gəldi. nə yaltışqalıq eləmə, ha. Yaltışqalıq eləmə, çıx rədd ol burdan. Yaltaq. Mən yaltaq deyil. Çıxart bunu, yaltağı. Həqiqətən bir çay bir yerdə başqa yerdə qalırsınız. Gedirlər bir ay hardası yaşayırlar, elə bilirlər ki, ora vətəndaşlar, bunlar türkdülər, bunlar ermənidirlər, bunlar ingilisdilər. Azərbaycan bir dənədir. Vəssalam, dünyada Azərbaycan kimi xalq yoxdur. Azərbaycan kimi ölkə yoxdur. Azərbaycan kimi gözəl insanlar yoxdur. Vəssalam, şu tamam. Baboşu qaçırtdınız. Azərbaycan, Türkiyə bizə dəstək ola bilər, Türkiyə bizim yanımızda ola bilər, amma bizim Azərbaycan kimi ölkə, Azərbaycan insanları kimi insan yoxdur yer kürəsində. Vəssalam. Qurban olum Azərbaycanlılarıma, qurban olum Azərbaycan xalqına, qurban olum Azərbaycan millətimə. Kim daha az gətirib, gedib 2 gün Türkiyədə hansısa bir gədiyə ərə gedib olub Türkiyəli. Ne bileyim vallahi ne diyeyim bilmiyorum. Beni kınama. Beni kınama. Ne bileyim vallahi ben diye bilmiyorum. Amma bir Azərbaycanlı kimi deyim, Azərbaycanlı öz dilini unutmamalıdır. Fərqi yoxdur. Azərbaycanlılar varsa öz dilində danış. Burada nə var ki? Klublarda 2 dənə ər tutub kələ tutanlar, ay xoruzların səni şeyləmir, xoruzların səni sərsərdən, sənin xoruzların səni yuxudan durğuzur ki, başqa kimisə baboşun xoruzları sərsər gəlsin səni yuxudan durğuzsun. Xoruzların səni axşam yola salandan sonra sərsər işsən onların yadına da düşmürsən, baboşun xoruzları sərsər onun baboşu yuxudan durğuzacaq. Sən səysən, sənin beynin işləyir, sənin sərsər kluba getdiyi xoruzlar səni yuxudan durğuzur sərsər, durğuzmur. Çünki gecələr xoruzlar səni yola verir, yuxudan durğuzur, səhər-səhərdə xoruzlar səni yaddan Ay çıxarır. akşam o xeyir Hakima. Ne tersin ne var ne yok. Ne olur? Sağ olun, buyurun eşitirəm. Gece xoruzlardan başlamışsan. Xanım deyir ki, səhər-səhər yuxudan Bayramınız durğuzur. mübarək olsun. Sağ ol, sağ ol. O qızı yuxudan durğuzanda xoruzları, flankəsi də səhər-səhər yuxudan kimsə durğuzar. Mən Mən mehriban olun, mehriban olun. eşitsiz məni, mən fake-lə oturub bu səhifəni izləyirdim. Burada yazırsınız 72. Səhər-səhər neçə saatdır burada oturub izləyirəm buranı. Əgər neçə saatdır canlı yayım 1200 mini səhər-səhərdən zülmlə darta, zülmlə qalxırsa, mən qoşulandan sonra 2000-2300-ü keçirsə, demək ki, mən 72 deyiləm. Mən nəsə eləmişəm. Nəysə, 72 sizsiniz, mən yox. Hamını oxumadın ha oranın hamısın. Ha, dedim də. 72 sizsiz, mən yox. Mehriban olasınız yoxsa? Məndə qısa konkretdir, məndə uzun deyil söhbət. Mehriban olun ha bura, mehriban olun. Mehriban olun bayram. Vallahi xanımı, kişisi. Yaltaqlar, onun bunun kimsə Boş şeylərə baş uzunması boş altına düşən yaltaqlar. Nəysə, Ya mən gedirəm, 70'si yazmın, hamı da atacaqlar bulak. mən gedirəm, meydanda buraxıram yaltaqlara. Mən də Ha, çıxaram. get. Sima get sen git. Nə olub ki, Şahin müəllim, nəsə problem var? Yox deyirsən gedirəm get də əsəbləri soydu. Aynı sen tanıyorsan da.
Mesela problem yoktu. Problem ne olacak bayram günüdür. Yok da problem yoxdur. Onda hər şey bomba kimidir. Bomba kimi get dincəldi, biraz əsəblərin Mən soyuşur. bomba kimiyəm. Mənim əsəblərim yerindədir. Prosta o qız deyir ki, şeydir. O qız deyir ki, səhər-səhər xoruzların səni filan kəsə deyir ki, xoruzların səni yuxudan durğuza bilir, yuxudan durğuzmur. O qıza sual verən olmadı ki, səhər-səhər sən gecə ya klublarda yatıb səhər-səhər klublardan evinə gələndə hər hansısa bir keyfini, kayfını çəkmiş bir xoruzun səni yuxudan durğuzursa, demək ki, hər şey bomba kimidir. Səni yuxudan durğuzur. İndi o qızı yuxudan heç kim durğuzmursa, yuxudan, başa düşdünüz? Demək ki, filan kəsin də xoruzu onu səhər-səhər kayf olmur deyənə, gecə kayfını heç kimi kayfını yuxudan durğuzmur səhər-səhər. O xanım bir səhv elədi. O başa düşsən, o səhvi bilsən, baboş başa düşmədi. Baboşun izləyicilər də başa düşmədi, anlamadı. Yəni biz uşaq O deyilik. qayıtı dedi ki, o çox biz qız idi. Deyir, sən xorozların sənin durğuzmur. O mənası var ha. Baboşun izləyiciləri onu bilmədi. O çox məna verir o söz. Sənin xorozların sənin durğuzmadı. Abi yazmayın da 72 bura. Onda o qızın səhər-səhər xoruzları gecə yatır da. Gecə çox əziyyət çəkdiyinə görə ona görə yatır, səhər-səhər durur. Baboşun tərəfini saxladı. Siz də buraya ağızda gələn yazırsınız. O sözü də yazanlar hansısa bir Telegram kanalından göndərilmiş bir insanlardır. O da kimin izləyicilərdir, məlum məsələdir. Başa düşürsünüz? Ne bileyim valla məni qınama. Mehriban olun. Mehriban olun, bugün dalaşmaq olmaz. Əsas mehribançılıqdır. Hər sözə həmişə özünüz deyirsiniz. Hər sözə baş qoşmaq olmaz. 1000 dənə söz yazırlar burada. Ne olsun? Yiyin, gülün, dincəlin, bayramdır. Valla bayram gündür, valla mehriban olmaq lazımdır. Müsəlmanıq biz. Allah sənin anana da şəfa versin inşallah. Amin. Amin. Ne bileyim valla. Ne bileyim valla. Ne diyeyim valla. Çay. Çay var, çay verərsən. Qız gedib 2 gün Türkiyədə qalıb, elə bilir ki, hələ hər şey ondan ibarətdir. Az bir Azərbaycanda yaşamışsan, bir Azərbaycanda doğulmuşsan. Evləndirəcəm. Vətəndaşsan. Bir də nəinki bir Azərbaycanlıyam mən, Azərbaycana qurban olum. Bir öl Azərbaycanın ayağının altında. Heç Azərbaycanda sənin kimlərinə yer yoxdur, bastırma. Başa düşürsən, ona denən. O eşitdirsə burada. Bedni eşidirsən mənim. İllərdir, mən Bedni tanıyandan Bedni illərdir xarici ölkədə yaşayır. Başqa bir ölkədə yaşayır. Azərbaycanda yaşamır. Bizim üçün bu xarici ölkədir. Bedni əgər indiyənə kimi başqa ölkənin dilini və yaxud da ki, başqa ölkənin vətəndaşlığını və yaxud da ki, başqa ölkənin tərəfini, nə bilim, başqa ölkədəyəm mən, buradır mənim ölkəm, mənim vətənim deməyibsə, ay qız, sən onun canlısına qoşulub, sən bu sözü deməyən başqa bir... Sən bir xanım gəlmişdi bura, 34 levindi, məncə bana hədiyyə atıram, Qazaxıstanıdır. Gəldi, yazdı, Rus dildə yazdı, gördünüz, mən Rus dildə cavab vermədim. Deyim deyə, insanlara hörmət olaraq. Görürəm ki, mənim canımda çox Azərbaycanlıdır, çalışıram öz dilimdə danışım. Çünki mən öz millətimi birinci növbədə sevirəm. Mən Rus dilində danışsam, burada məsələn 50 nəfər başa düşəcək, qalanlar başa düşməyəcək. Biri yazıb ki, burada Tima Güəsə Azərbaycana yer var ki, bəli, mənə Azərbaycana yer olmasaydı, mən əskər getməzdim. Mənə Azərbaycana yer olmasaydı, mən müharibə veteranı olub 2 dənə medal almazdım. Mən Azərbaycana mənə yer olmasaydı, mən Azərbaycana yaşamazdım. Mən Azərbaycana özümə yer tapmasaydım, özümə bilet pulu tapıb 200 manat gedib başqa ölkədə yaşayardım. Demək ki, mənim o 200 manat bilet puluna ehtiyacım yoxdur ki, mən Azərbaycana yaşayardım. O 200 manat yığıb başqa hardasa Şengen, nə bilim, viza, miza alıb tapıb gedib başqa ölkədə yaşamaq asandır. Demək ki, mən bu ölkəni sevirəm, bu ölkədə yaşamaq istəyirəm, bu ölkəni istəyirəm, ona görə də buradayam. Nə bilim valla. Mən mehriban olum. Ne bileyim valla. Azər qız salam. Mən Azərbaycan ölkəsindən başqa, Azərbaycan vətəndaşından başqa, Azərbaycan dilində danışmayan insanlardan başqa heç bir insan sevmirəm. Bəs salam. Gecəniz xeyrə qalsın. Doğrusu bildirirdiniz, yox, bildirirdilər. Anam, heç nə uşaqlar saçı yavaş-yavaş tökülməyə başlayır. Bugün dedi biraz gəlir əlimə şu yavaş-yavaş. Çox sağ olun. Allah bütün xəstələrə şəfa versin.
Uşaqlar, mən də Bərdəyə gedə bilmirəm. Mən çox grip olmuşam. Mən ən pis günümü dünən keçirdim. Dünən çox pis idim də, təsəvvür getdim evə, təsəvvür ölümcül belə qalmışdım. Amma indi bir normalam. Dünən çox pis idim. Evə köçdün? Yox, uşaqlar, bazar günü evdən çıxırlar, mən də evə köçürəm. Evimi raxlayım, evimə yer yurd eləyim, gedəcəm Bərdəyə, anama qulluq eləməyə. Qorxan gözü çöp düşər. Çöp yox, pramoy budaq düşər. Xeyir olsun, sağ olun. Timə səni yaradan Allah. Yox, elə demə, xəyal. Çox sağ ol, qurban olum. Ev aldın, hə. Şu ekranı tıklayın da, avtokredi çox sağ ol. Mis çox sağ olun, cimiz olun. Gəldin xaraba qoydun güldüyümüz yerdə. Örgəşmişsiniz axı siz elə yalakalıqlara. Yaltuşqalıqlara örgəşmişsiniz axı. Mən elə şeyə alışqın deyiləm, sizi bilmirəm. Ola bilər ki, siz nəsə alışqın ola bilərsiniz. Mən alışqın deyiləm. Sizə verim, kola var sizdə? Var məndə, çox sağ olun. Kufu, çox sağ olun. Əlbəttə ki, düz elədim. Mən yaltuşqalığa, yalakalığa deyiləm. Alışqın deyiləm. İndi sizi bəzilərinizi bilmirəm, yəni. Kimsə gedib 2 gün Türkiyədə yaşayıb, dilini unudub, başqa bir dildə danışmağına mən nə cür baxırsınız, siz bilmirəm. 1000 ildir xarici ölkədə yaşayıb, yenə də Azərbaycan dilində danışan Azərbaycan vətəndaşları var da. Yəni belə bir xanımlar var deyil. Kim xarici ölkədə yaşayır, yazsın da zəhmət olmasa ki, yenə də Azərbaycan dilində danışır. Hansısa bir ölkənin dilini tərcih eləmir. Var elə bir insanlar, yazın da, xahiş edirəm. Deyir mən qurban olum sizə. Sabina, çox sağ ol. Kim Azərbaycana yaşayan bütün Azərbaycan dilini unutmayıb, Azərbaycan dilini hər hansısa bir dilə dəyişməyib, Azərbaycan dilini sevib, Azərbaycan dilini qoruyub, saxlayan Azərbaycanlılara qurban olum. Yaxşı ki, varsınız. Onlar xarici ölkədə yaşayırsan, xaricilə danışmaq üçün, xarici dildə danışmaq məcburiyyətindəsən, onların dili, onu başa düşmək üçün. Amma sən Azərbaycanlı ilə danışıb, xarici dildə danışırsansa və yaxud da ki, başqa bir dildə danışırsansa, yeri yoxdur da, sən Azərbaycanlısan, Azərbaycanlı ilə danışırsan. Mən də danışa bilərəm rus dilində. Ну и ты сказала вам, это сказала, понимаешь, это you сказалочка. Mən bilmirəm rus dilində, bir tek mən çıxdıyıram. Xarici dillər. Вам это сказала. Mən bilmirəm. Ana, nə tərdir? Şükür Allaha, yaxşı olasınız. Allah heç kimin evində xəstə eləməsin. Allah xəstəsi olana da şəfa versin. Mənim bütün keşfetim TikTok, Instagram, YouTube ancaq onkoloji xəstələrlə, xərçəng xəstələrlə bağlı. Yəni, qabağıma çıxan hər şey budur. Bir dəqiqə mənim beynimə gedib, içim, çalatım, hər şeyim, mənim bütün həyat tərzim ancaq xərçəng xəstəsidir. Çünki mən bunlara baxıram, bunları görüm nə deyir, nə danışır, bunlarla da maraqlandıram.
şəfa versin. Çox sağ olun. Bu gün anamla danışdım. Dedi başımı yudum bu gün. Baxıram belə deyir əlimə. Deyir gəlir tüklər. Başa tökülməyə başlayır. Həkim dedi 2 həftə yəni ərzində deyir tökülməyə başlayır. Başlayır. Hələ tez yox deyir, gəldir axı əlimə. O uşaqlar kirpim getsəydi gedərdim Bərdəyə, mən narahatam. Burada da yazırsınız, tam narahat oluram. Əleyk salam. Ekran tıklayın da uşaqlar. Mən nə vaxtdan canlaşmıram. Mən Bakıya gəlinəm, Cəməl canlaşa bilmirəm. Çöllərdə qalmışam. Nə bilim, bilmirəm, harlarda qalmışam, nələrdə qalmışam, çöllərdə qalmışam. Bu gecə bir rahat yatmışam, inanırsınız? İllər rahat yatmışam, Allah'ın da olsun. Bu gecə bir adam var, onun evində qalmışam. İllər rahat yatmışam. Mən Bərdədən, ümumiyyətcə bilirsiniz nə var? Konkret danışım sizlə. Mən anamın evindən çıxandan mən heç yerdə rahatçılıq tapa bilmirəm. Açıq aşkar. Tapa bilmirəm mən rahatçılıq. Allah haqqı. İndi yox o vaxtı müharibədən qayıdandan sonra şərh kəsdik ki, məsəl üçün mən 1-2 sot torpaq alacam, məsəl üçün mən çıxacam, evin içində ev olmurdu. İndi başımdan ayrılacam, belə olacaq, elə olacaq. Mən o vaxtdan bu günə kimi anamın evindən çıxanda mən rahatçılıq tapa bilmirəm. Anam gəlsin, qalsın. Anam gəlsin, qalsın deyə məndən biz nə deyirsən? Biz oturub müzakirə eləmişik ki, anam ximyasını Gəncədə alacaq, Bərdədə yaşayacaq. Bu qaydada da buna da o türklərin sözü var, qaydələrə uyğun. Nə deməkdir Azərbaycan dilində? Ona uyğun hərəkət edirik. Nizamnaməyə uyğun hərəkət edirik də. Yəni biz şeyimlə qaydalara uyğun, yəni biz şeyləyə bilmərik. Yolumuzdan çəkilə bilmərik. Nə qərar vermişik odur. Protokola uyğun, yəni başqa bir şey ola bilməz. Dalaşın qız nə qız idi səhərdə? Tuşovka, Türkiyənin Tuşov klublarına gəzən. Artıq Xırdalanda yaşayacağım, Xırdalan vətəndaşı olacağım uşaqlar. Azərbaycan vətəndaşıyım ümumiyyətcə, yəni Xırdalan sakin olacağım. Yox, uşaq, kripim gedən kimi naxadı Bərdədəyəm mən. Gedib anama özüm qulluq eləməliyəm. Dayı qardaş, mən nə bilim, mənim başım anama nətər qulluq eləyir. Mən nə bilim, anam başıma nətər baxır. Mən nə bilim, anam başıma nə verir yeməyə. Mən nə bilim, anam başıma nə verir içməyə. Mən nə bilim, başım anama bütün gün nətər baxır, nətər şey eləyir. Mən özüm orada olmalıyam, bilməliyəm. Mən bunun yeməyinə, içməyinə bir baxım görüm nə yiyir bu, nə içir bu. Mən özüm orada olmalıyam, başa düşürsünüz? Özüm Bərdədə olmalıyam. Onun plastinasının çuxoludur, paltarıdır, yeməyidir, içməyidir, evə gələn kim getdi, kim gəldi, bunun ağzına maska oldu, olmadı. Əşeyi bir maskası yoxdur, əmanət düşəcək, o deyil də, mən bilməliyəm, orada olmalıyam. Çox pis krip olmuşam. Başa düşürsünüz, mən dünəndə lap pis idim. İndi bu gün biraz normallaşıram. Evim burada, ev alqı-satqı eləmişəm. Ruslan həkim, çox sağ ol. Ora köçüm, mən bütün əşyalarımı yığım o evə, ondan sonra mütləq gedəcəm Bərdəyə. Yəni ona kimi kripimdə gedəcək. Başım anama pis baxmır, uşaqlar. Demirəm pis baxır. Mənim orada olmağım yaxşıdır ki, mənim ürəyimə yatsın da. Mən özüm bilim. Mənim orada olmamağım, bu bilirsiniz nə deməkdir? Yəni bilməməyimdir. Bilmirəm nə cür baxır. Yox, gedəcəm uşaq, indi gedə bilmərəm, sizə qurban olum. Krip olmuşam, halım xarabdır. Krip onun yanına krip adam girə bilməz.
onun yanına sağlam adam da girsə, ağzına maska ilə girməlidir. Mən də bu dəqiqə mən bu günlərim anamın yanında olmalıydım. Niyə gedə bilmirəm gripimə görə? Görürəm həkimim nə yazır? Ximiya adama grip olmaz. Hə da bax o söhbətdə də həkim Bəli, o deyirlər, filan kəs baş tacıdır, filan kəs nə bilim, başın koronasıdır, filan kəs belə deyilədir. Heç kim nəyinsə baş tacı ola bilməz. Yəni dünyada baş tacı var, o da yəni bu yer kürəsində anadır. Nə bilim, mənim üçün ana başqa nə o qadındır. Heç bir kişi kimsə baş tacı üçün, yəni başı üçün baş tacı ola bilməz də. Bu yer kürəsində bir dənə baş tacı ola biləcək bir insan da qadındır da. Xanımdır. Yəni kimsə başı üçün baş tacı əgər kişidirsə, o başqa söhbət. Mən ona deyə bilmərəm. Bir dənə baş tacı üçün bir başınızın tacı, yaraşığı, burada koronası bir şey varsa, o qadındır, xanımdır. Yəni başqalarını deyə bilmərəm, başqalarının adından danışa bilmərəm. Mənim üçün elədir. Sənə halal. Çox sağ ol. Mənim bir nömrəli həkimim. Bakının bir nömrəli dentisti Ruslan həkim. Çox sağ ol. O da anadır. Bəli. Mənim üçün İçirsən? Yox, bedin içmirəm. Mənim üçün bu dünyada cənnətdə anadır, baş tacı da anadır, ondan sonra dünyanın gözəllikləri də anadır. Dünyada hər bir şey, məsəl üçün baş tacı, yəni bu baş tacı qadından ibarətdir. Yəni heç bir kişi baş tacı ola bilməz. Vəssalam. Anana xaş xeyirdir. Yox, az onu deyəmmərəm. O həkimlə müzakirə, həkimlə soruşmaq lazımdır. Hər anaya da aid deyil. Mən deyə bilmərəm də, mənim anam axı başqa bir növ ana olmayıb, növbə-növ. Onu deyə bilmərəm. Mənim anam ana olubdur. Mən o başqa qadınları deyə bilmərəm. Mənim anam anadırsa, mənim üçün bütün analar anadır. Mən onları tam müzakirə eləyə bilmərəm, deyə bilmərəm. Yalan deyərəm. Evim 2 otaqdır. Əskər getmişsən? Bəli, əskərlikdə 2013-cü ildə olmuşam. Müharibədə olmuşam, nə bilməm. Mənim anam mənə ana olduğuna görə, mənim üçün bütün analar anadır. Vəssalam. Mənim üçün başqa bir variant yoxdur. Mənim üçün dünyaya uşaq gətirən hər bir insan mənim üçün anadır. Başqa bir şey, yəni bilmirəm. Siz bilmirəm nədən danışırsınız. Ev rənci oldu. Uşaq büdcəmə uyğun onu tapdım da. Mən başqa ev gördünüz ki almışdım. Almamışdım əslində. İlkin ödəniş eləmişdim. Nədir? Beh vermişdim. Alınmadı, evə qaz gəlmədi, mən də şərh kəsmişdim. Sən nə vaxt ana olacaqsan? Tural, sən nə vaxt doğasan, sən nə vaxt mama olasan, mama ginekoloq yanına gedəsən, səni doğuzduracaqlar, səni ana eləyəcək, bir dənə qız övladı dünyaya gətirəsən, onda mən ana olacam. Yox, əgər sənin yumurtaların yoxdursa, sən ana ola bilmirsənsə, sənin əvəzinə sənin arvadını doğursa, sənin anan səni dünyaya gətirirsə, mən onda doğacam. Başa düşdün, qadam? Level artırmayı, biraz beynini işə sal. Başa düşdün, qadam? Başını düyüm. Yaxşı, biz beynini biraz yaxşı, qadam. Sən translara da xanım deyirsənsə, anana da xanım deyirsənsə, onda sən bir nömrəli oğulsan, sən ananın oğulusan. Yaxşı, qadam. Sən translara, hansısa cinsin dəyişmişlərə xanım deyirsən, sən ananın bir nömrəli oğlusan da, yəni daha heç bir sözüm yox. Bomba kimi, sən oğulsan. Hə, qaza görə evi qaytardım, istəmədim. Bir evdə qaz yoxdursa, evin ürəyi yoxdursa, evin ürəyi qazdır, işıqdır, sudur. Evin ürəyi yoxdursa, ürəksiz döyünməyən evi neynirsən sən? Döyünməyən bir şeyi neynirsən sən?
Ona görə qaytardım, başqa döyünən ev aldım. Ürəyi olan ev aldım. Xeyir olsun, çox sağ olun. Zaretka Mazda inşallah, telefonum keçə bilər. Behim batdı. Behimi almışam az. Dünən yoxsa gün aldım behimi. Bir dənə qalıb işlərim evdən çıxartmağa. O da bir həftənin içində evdən çıxırlar. Mən köçürəm o evə. Behim batdı. Nədir sən səhv? Behim batdı. Nədir? Seslərə Xaziyka xanım, girirsən bura görürəm, amma yazınız adını görmürəm. Bir də onlar yazını görmərəm. Seslərə Xaziyka xanım, Sabir sən nə ataşam? Anamın fiş analizi çıxdı. Mən orada nəsə oxudum, anlamadım, başa düşmədim. Onu sağ ata bilərəm WhatsApp-da. WhatsApp-da atamsa sən baxasan. Fiş analizi çıxdı da bilmirəm, amma mən anlamadım nəsə. Ev xırdalan, uşaqlar, artıq mən atmaq. Yaxşı, evə gedin, ataşam mütləq. Evdədir. Xırdalan, uşaqlar, xırdalanlıyım mən artıq. Həkimə göstər. İndi həkimə hələ ki gedə bilmirik də, biz ximiya alırıq. Ximiya həkimlə göstərəcəm o, heç. Dedim, Xəstərə Xaziyka xanım da görsün də. ChatGPT-yə göstər. Ola bilər, evə gedin də göstərə bilərəm, indi yox. Tima Xırdalanski, bəli, Xırdalan pivəsi. Tima nə olsa, bilmirəm, uşaqlar, əsəblərim yerində deyil. Normal düşünə bilmirəm. Ümumiyyətlə, normal fikirləşə bilmirəm. Yəni, normal düşüncəm yoxdur. Məsələn, mənə 1 saat bundan öncə nəsə deyil, indi yadımdan çıxır o dərəcədə. Yəni, beyin kaybı, ağıl kaybı yaşayabiliyorum. Yəni, düşüncələrim yox olmuş. Anlıyor musunuz beni? Yaddaş kaybı, beyin kaybı yaşayıram uşaqlar. Elə bir 2 gün bundan qabaq kimsə müayinəsi deyilsə, o mənim yadımdan çıxır. Yekun ağrı, bilmədim nə yazsın, Seslərə Xaziyka xanım. Müalicə alırsan. Mən heç bir müalicə almıram. Anam müalicə alır, müalicəsi də ximiyadır. Evim 2 otaqdır. Niyə agresifsən? Bilmirəm lan. Niyə agresifəm? Səncə niyə agresifəm? Yemin heç nə də yaxşı olmur səndə. Çox fikirləşməkdən insan yaddaş kaybı yaşaya bilir uşaqlar. Mən çox unuduram hər şeyi. İtki yaşayıram, başa düşsən. Məsələn, 2 gün bundan qabaq mənə kimsə həkimlə danışıram, mənə nəsə deyir. Gəlirəm evə, yadımdan çıxdı hər şey. Allahım, mən beynimi fikirə zorlanıram, beynimi zorlayıram ki, nəsə bir şey yadıma düşmür. Stresdən düşdüm də xəstəliyə. Yerlərdə yatıram. Fikirlisən, ola bilər. Beynimi çox yükləmişəm. Emin 111, ola bilmirəm axım, neyniyim? Bəlkə təzə evimə köçərəm, mən təsəvvürlə mənə şən ola bilərəm sizlə. Mənim anam 3-cü dərəcəli döş xərçəngindən əziyyət çəkir. Mən apardım onu özəllərimlə, ximiya vurduq ona. O qədər xərcimiz çıxır, imkanımız yoxdur. TikTokda kart paylaşıram, nə qazanıram, o ilk ximiyanı onunla elədik biz. Mən nətər şən ola bilərəm, sən fikirləş də bunu. Biraz fikirləş, mən nətər şən ola bilərəm.
Mən bir dənə video paylaşıram ki, biraz izləyicilər baxsın, videomu kəşf etsin, şən video paylaşıram. Altına 1000 dənə kommentari gəlir, hamısı da məni söyür. Mən buna nətər şən ola bilərəm? Yo, indi kartım paylaşmağa ehtiyac yoxdur. İnşallah mən istəyirəm ki, hər şey halallıqdan olsun. O günlərim anam mən canlaşmışdım. Anam dildə izləyicilər köməklik elədi. 1 manat, 2 manat pul yığdıq. Onda anam dedi ki, halallıq almaq yaxşı şeydir. Halallıq al izləyicilərdən. Kim mənə görə nə pul atırsa, deyən halal eləyin. Anam dedi, canlı izləyicilərim eşitdim. Amma mən canlı bağlayanda demədim izləyicilərim, deyin halallıq eləyin. Demədim, anam deyəndə, anam canlı bağlayan sonra anam dedi ki, belə eləmədə. Sən canlı bağlayandan sonra denən ki, halal eləyin. Nə atmışsa halal eləyin. Ona görə mən biraz peşman oldum, pis oldum. Ona görə də izləyicilər, mən də kart paylaşmaq istəmirəm. Anamın yanında olaram. Nə vaxt ki, anama görə kimsə 1 manat, 5 manat, 10 manat pul atar, anamın ximiyasına görə. Onda ürəyim də rahat olar. Rahat olaram ki, həvsiyo da halallıq aldım. İndi yox, eləmə. İndi mən Bəlkidayam, anam Bərdədir. Mən kiripəm anamın yanına gedə bilmirəm. Ona görə ki, orada eləyərik. Qoy halalçılıq olsun, uşaqlar. Mən istəmirəm anama görə halal, məsələn, kimsə 10 manat atsın, mənə sonra desin ki, haram olsun, mən bunu 10 manat atdım, mənə sağ ol deməlidir. Qoy halal olsun. Mən istəyirəm anama görə, məsələn, əvvəl yığırdıq, kartımı paylaşırıq, kimsə 10 manat, 20 manat atırdı, mən bunu daşa dəmirə verirdim. Amma indi mən anamın bunu sağlamlığı üçün edirəm. Deyir, bugün danışdım, dedi, əlimə atıram, bugün başımı yudum, deyir, əlimə atıram, deyir, belə baxıram, deyir ki, əlimə tüklər gəlir də, yavaş-yavaş tökülməyə başlayır. Heç kim məcbur atmayıb ki, bilirəm, amma yenə də halallıq verməkləri yaxşıdır, qoy onun ürəyinə yatsın. Anam mənə izləyir də, baxır mənim canlı yayımma. Solmaz, çox sağ ol, qoy halal olsun. Qoy o ürəyinə yatsın onun. Ürəyinə yatan bir şey olsun. Baxarıq da. Çok sağ olun sizin de.